3-cü sualın izahına. Lan, la şəkilçilərinə uyğun olaraq hansı sözləri artırsaq, yaranan sözlərin tərkibi digərlərindən fərqli olar. Gəlin baxaq. A variantında ruhla vida. Deməli, ruhlanmaq, bir də vidalaşmaq. Ruh sözün kökü, ruhlamaq olmadığına görə lanı parçalamıram, birgə götürürəm. Həmçinin vidalaşmaq sözündə. Vida sözün kökü, laş bitişik götürülür, ayrılmır. Ağıllanmaq. B variantında ağıllanmaq, ağıl bir də dost sözləri. Ağıllanmaq, dostlaşmaq. Burada da parçalanmır. Qanatlanmaqda da qanatlamaq olmadığına görə bölünmür. Yəni leksik, qrammatik, yadlaşmaq. Bu da bölünmür. Maraqlanmaqda da eynidir. Maraqlamaq olmadığına görə ya da bayramlamaq olmadığına görə birgə götürülür. Amma yollanmaqla qucaqlaşmaqda fərqlidir. Baxın, yollamaq olur, qucaqlamaq da olur. Yəni burada şəkilçi bölünür iki yerə. Yəni burada 2 dənə leksik şəkilçi olduğuna görə fərqli olan deyilə məhz Y bəndidir.